Salam Fəridə xanım, xoş Salam, gəlmisiniz. xoş gördük. Necəsiz? Çox sağ olun, təşəkkürlər, super. Siz necəsiz? Mən də çox yaxşıyam. Hazırsınız Çox. səmimi söhbətə? 100% hər zaman. Əla. O zaman gəlin başlayaq. Artıq sentyabr ayıdırsa, siz də bilirsiniz ki, bizim üçün yorucu period geridə qalıb. Yeni tələbələrə başlamazdan əvvəl hazırki işlərimizi yekunlaşdırmışıq və indi sizdən qısa bir dəyərləndirmə alım. Necə keçdi bu il? Səmimi olmağımı istədiniz, ona görə tam səmimi cavab verəcəm. Bu il bütün illərlə müqayisədə həqiqətən, sözün əsl mənasında çox məhsuldar bir il keçdi. Çünki əslində bütün illərdə, bu 12 il müddətində bütün illərdə ən azından ona yaxın top universitetlərdən biz qəbullar əldə edirdik. Amma bəlkə də deyərdim ki, bu ümumi bizim fəaliyyət dövrümüzdə yeganə ildir ki, bu qədər ümumilikdə fərqli ölkələr üzərindən top universitetlərdən qəbullar əldə etdik. Və maraqlısı bundadır ki, bu top universitetlərin tələbi, sənədləşmə işləri, viza prosesləri həddindən artıq çox həm super nəticələr əldə etdik, bir o qədər də gərgin bir situasiyalar oldu. Gərgin situasiyalar daha çox bizdə gecikmələrlə bağlı idi. Bizdən asılı olmayan səbəblərdən əsasən viza prosesləri və özümüz bilirik ki, bəzi universitetlərdə, bəzi ölkələrdə daha doğrusu elə bunlardan biri Almaniya, hansı ki gecikmələr həddindən artıq çox oldu və onları follow-up etmək, forumlar üzərindən viza ilə bağlı yazışmalar, bunlar hamısı həm tələbələrlə, həm bizim özümüzün universitetlərlə gərginliklərə səbəb oldu. Amma ümumi totally bir result olaraq desək, çox məhsuldar, çox gözəl bir il keçdi. Çünki yeganə ildir ki, bütün illər arasında ən çox top universitetlərdən və ən çox nailiyyətləri olan tələbələrimiz oldu. Çox əla. Bəs sizcə nəyə görə bu il fərqləndi? Yəni belə deyim, nəyə görə daha çox top universitetlərdən qəbulumuz oldu? Çünki bizdə adətən belə olur da, hər il tələbələr bizə müraciət eləyir. Biz bəzən onları qəbul eləyə bilmirik müqaviləyə, çünki yerimiz dolmuş olur. Necə oldu ki, bunu bu il daha çox tənzimləyə bildik? Bəli. Əslində bu belə bir bu bizim tələbələr deməyək, bizim izləyicilərin, yəni bizim tələbə olmaq istəyən uşaqların daha çox ən yaralı yeridir, kvota məsələsi və ən azından bir dəfə də olsa bununla bağlı bir pretenziya eşidirik. Çünki uşaqlara bir şey maraqlıdır. Niyə məsəl üçün Limitless Group bu tələbəni qəbul etmədi? Əslində əlbəttə ki, istənilən şirkətə istisnasız daha çox tələbə qəbul etmək və həm öz prestijini qaldırmaq, həm büdcəsini gücləndirmək önəmlidir. Amma şirkət var ki, ümumi olaraq kəmiyyətə fikir verir. Mən hər zaman keyfiyyətə fikir vermişəm. Yəni çox insan, bəlkə də bu çox gülünc bir məsələ olacaq. Çox insan reklama, marketinqə kifayət qədər büdcələr ayırır. Bəlkə də Azərbaycanda, yəni mən bunu deməkdən çəkinmirəm. Azərbaycanda bəlkə də yeganə şirkətdir ki, reklama, marketinqə, yəni ağlınıza gəlməyəcək, mən rəqəmi deməyəcəm, ağlınıza gəlməyəcək ən az minimal büdcə ayırır. Çünki bizdə daha çox real reklamlar, yəni real кейslər üzərindən, işlədiyimiz кейslər üzərindən olunan reklamlardır. Yəni reklam deməyək, canlı reklam. Biz hər hansısa bir tələbəni deyək ki, 2017-ci ildə göndərmişik. Həmin tələbə indiyədək bəlkə də 40-a yaxın öz yaxınını bizə şirkətə yönləndirib və kifayət qədər də razı qalıb. Bu, mən düşünürəm ki, ən gözəl reklam növlərindən biridir. Bir də burada belə bir nüans var, kvota məsələsi. Bizdə əlbəttə bizə maraqlıdır yeni tələbəni müqavilə imzalansın, prosesi başlanılsın. Yəni biz maraqlıyıq ki, daha çox tələbələr cəlb olunsun. Amma niyə hər bir tələbəni qəbul edə bilmirik? Təbii ki, hər bir şirkətin bir taktikası var və hər bir şirkət hər bir tələbə üçün bir roadmap çizir, o istiqamətdə davam edir. Amma bəzən elə tələbələr olur ki, məsələn,
Amerikaya getmək istəyir və yaxud da İngiltərəyə getmək istəyir, master dərəcəsi almaq istəyir. Burada universitetin tələbləri var. Hansı ki, bu tələbləri ən azından minimal həddə olsa belə qarşılamalıdır ki, tələbə biz onun кейsini, yəni tələbənin özündə bir 20%, 30% müəyyən bir baza olmalıdır ki, biz bunun üzərinə 70%, 80% recommendation letter, motivation letter, essaylər, ümumi araşdırma, research çox önəmlidir. Çünki tələbənin belə deyək də, hansı ixtisası bitirməsi və hansı ixtisas üzərindən magistra gedə bilməsi və yaxud da ki, tələbənin əlində olan nəticələr, hansı beynəlxalq sertifikatları var, ingilis dili tələbi həmin universitet üzrə necədir, ortalama balı necədir? Yəni tələbənin кейsi əgər onun istəklərinə uyğun gəlmirsə, biz onu heç bir şəkildə qəbul edə bilmərik. Biz məcburuq ki, burada sadəcə zaman öz sözünü deyir. Çünki biz bu gün müqaviləni imzalasaq belə hər hansısa bir fake məlumatlar verib, sabahsı gün artıq o 3 ay sonra, 5 ay sonra, 1 il sonra bu reallıq öz əksini tapacaq və bu sadəcə zaman itirməkdir. Həm tələbənin zamanına girmək, həm öz zamanımıza girmək və hər il üzrə bizdə kvotalar olur ki, hər bir ölkə üzərindən bu qədərdir və çalışırıq ki, kifayət qədər backgroundu güclü olan və bir o qədər də təbii ki, backgrounddan da əlavə, məsələn, tələbənin bizim bu il dövlət təqaüd proqramını udan qaliblərimiz var. Backgroundu kifayət qədər gözəldir, möhtəşəm idi, amma application prosesi çox önəmlidir burada. Yəni sadəcə background kifayət deyil bəzən. Ona görə də paralel istiqamətdə aparılmalıdır. Azərbaycanda bitirdiyi ixtisas, bu ixtisas üzərindən müraciət elədiyi ixtisas, sonra həmin ixtisasa aidiyyatı olan work experience, yəni iş təcrübəsi varmı? Müraciətdə tələb olunan sənədlər hansı istiqamətdə hazırlanmalıdır? Bunlar çox önəmlidir. Əminik ki, bir çox tələbələrimiz hansı ki, bəzən şikayət eləyirdilər bu vəziyyətdən, öncə onlara aydın Cavablarını oldu, taparlar. eynən Aha. cavablarını tapdı. Elə tələbələrdən söz düşmüşkən, onda soruşum sizdən. Sizcə ilin tələbəsi kim idi? Siz elə bir sual verdiniz ki, yəni elə bil ki, valideynə soruşurlar, hansı övladını daha çox istəyirsən? Burada mən hansısa bir sualı, yəni hansısa bir tələbənin adını çəkmiş olsam, digəri narazı olmuş olacaq. Sadəcə mən bu suala belə cavab vermək istərdim. Yəni məni daha çox uğuru ilə sevindirən və eynən də özü bir o qədər də sevinən, yəni bəlkə də o an, yəni siz mənə sual versəz ki, məsələn, ən çox hansı moment, hansı hisslər daha çox sevindirdi? Bax burada 100% mən İlham Musayevin adını çəkə bilərəm. Çünki Azərbaycan Dövlət Təhsil Nazirliyinin elan elədiyi dövlət təqaüd proqramının qalibidir. Həm də İngiltərənin top universitetlərindən biri Leeds Universitetinin qəbulunu almışıq. Mən bunu hər zaman bütün tələbələrə deyirəm, valideynlərə də deyirəm. Əsas məsələ bəzən bir görürük ki, şirkətlərdə və yaxud da elə bizim özümüzdə də olur, təşəkkür olaraq müəyyən şirniyyatlar və yaxud da nələr gətirilir. Amma mən düşünürəm ki, ən çox bu işi hətta direktor da deyil, şirkət rəhbəri də deyil. Çünki mən bunu keçən dəfə elə sizə də dedim ki, özüm də bu yoldan keçmişəm. Mən özüm də Tamara kimi, Süleyman kimi, Xədicə kimi pozisiyalarda işləmişəm və sonradan öz şirkətimi ərsəyə gətirmişəm. Və o an tələbə qəbul aldığı an bəlkə də çox belə deyək də tələbələr bizə inanmayacaq, amma həqiqətən də o anı, yəni bizdə girib bütün videolara baxsalar və əsas bunun sübutunu bizim öz tələbələrimiz deyər. Biz tələbənin ən xoş anında ən az tələbə qədər sevinirik və eyni şəkildə də pis anında da üzülürük. Hətta pis anlarda bir də görürsünüz ki, bizim işçilər orada karvalol falan içir. Amma çünki bu elə bir biznes elə bir şeydir ki, ümumiyyətlə təhsil də elə bir şeydir ki, biz nəticələri bilirik və riskləri də bilirik, onları da gözləyirik. Amma maksimal dərəcədə əlimizdən gəldiyi qədər onun effektini almağa çalışırıq. İlin tələbəsi olaraq İlham Musayev, amma təbii ki, tələbələrimiz çox oldu. Yəni dediyim kimi, belə deyək də, mən bu sözümü nəyə gətirmək istəyirdim? Əsas məğzi tələbə ilə
şirkət əməkdaşı və şirkət işçiləri arasında o səmimiyyət bəzən öz çərçivəsində olan səmimiyyət çox önəmlidir və təşəkkür, bir şirniyyat yox, heç nə yox. Amma təşəkkür, o içdən gələn bir təşəkkür var. Yəni bəzən tələbələr bunun fərqinə varmır, çünki o xaosda olurlar. Eyni. Qəbul alındı, Hı. dövlət təqaüd proqramını uddu və yaxud da qəbul aldı, nə bilim, bilet alır, köçmə ərəfəsindədir. Bu xaosda Eyforiyada onlar olurlar onun onlar. eynən eyfariyada olurlar və ay valideynlərlə sağollaşır, qrup yoldaşlıqları ilə sağollaşır, amma mən çox istərdim ki, bir şeyi unutmasınlar. Təbii ki, bütün tələbələrimizə mən təşəkkür edirəm. Həqiqətən də hamısı haqqını verərək də təşəkkür ediblər. Amma bizim özümüzdən, kənar ofislərdən mən bunun nümunəsini görürəm ki, həqiqətən də bəzən tələbələr o içdən gələn o təşəkkür ki var, Unudurlar. onu unudurlar. Yəni bu nə xidmət haqqı deyil, bu nə hər hansısa bir hədiyyə deyil, amma içdən gələn təşəkkür çox önəmlidir. Bəli. Və əməkdaşa olunan təşəkkür. Çünki çox vaxt əlaqə saxlanılır, şirkət rəhbəri olaraq mənə deyilir, amma mən çox istərdim ki, o nüansı gözdən qaçırtmasınlar və əməkdaşlara o əziyyətini çəkən 7-24 gecədir, axşamdır, evdədir, e-mail gəlib, ona bax, onu açarsan, bunu göndərərsən, akademik bu lazımdır mənə, bununla nə dəstək ola bilərsən? Yəni bunlarda mən düşünürəm ki, biraz kiçik bir axsaqlıqlar var. Onlar da aradan qaldırılsa gözəl olar. Tələbələr də bunu bilir, müştərilərimiz də bilirlər ki, konsultasiyaları adətən sizinlə görüşürlər. İlkin Bəli. təəssüratı siz onlarda yaradırsınız. Bəli, bəli. Bəs sizdə yaranan ilk təəssüratların tələbələrlə bağlı, belə deyim, sizi məyusluğa uğratdığı anlar olub heç? O qədər, o qədər. Bəzən olur ki, elə tələbələr gəlir ki, o qədər gözəl ideal кейsi var ki, amma məsələn baxırsan, qəp yer çox önəmlidir. Yəni bakalavr məsələn məktəbi bitirdin, bakalavra müraciət elədin, arada hər hansı bir il itkisi olmasın və yaxud da bakalavr bitirdin, master bitirdin doktoranturaya. Doktoranturada müəyyən fərqlər var. Bəzən elə tələbələrlə qarşılaşıram ki, məsələn deyir, bir ilimi itirdim bu səbəbdən. Amma o qədər gözəl кейsi var ki, keys dediyim tələbədən nə tələb olunur? Ortalama bal, ingilis dili sertifikatı, bu ixtisas üzərindən hər hansısa beynəlxalq sertifikatı. İndi mən hər hansısa bir şirkəti pisləmək istəmirəm, ad çəkmək istəmirəm, amma həqiqətən sözün əsl mənasında bugünkü gün Azərbaycanda ümumiyyətlə xaricdə təhsildən başı çıxmayan o qədər hədsiz şirkət var ki, yəni baxırsan və təəccüblənirsən ki, və bunlara inanan təbii ki, tələbələr. Çünki tələbələr təbii ki, valideynlərin də iştirakı ilə müqavilələr imzalanır, onlar istiqamət seçirlər, şirkət seçirlər, amma bəzən yanılmalar olur təəssüf ki. Bəs indi növbəti bir sezona başlayırıq deyək. Nə kimi hədəflərimiz var? Nə kimi planlar var? Ümumi olaraq tələbə bəzən gəlir, müraciət eləyəndə soruşur ki, siz məsəl üçün mənim keysimlə tanış oldunuz və hansı ölkələri mənə təqdim eləyə bilərsiniz və yaxud hansı universitetləri mənə təqdim eləyə bilərsiniz? Mən bütün hallarda hər zaman bütün tələbələrə deyirəm və valideynlərə də bunu deyirəm ki, əsas məqsəd həmin an mənim hansısa bir universitetin adını çəkməyim deyil. Çünki bu həmin an həll olunan bir məsələ olsaydı, bunu zaten müraciət eləyən tələbələr B1, B2 ingilis dilini bilən tələbələr olur ki, prosesinə başlayırsa artıq 9 ay sonra tədrisindən söhbət gedirsə, bunun əlində sertifikatı, yəni ən azından dərəcəsi, səviyyəsi məlum olur. Və bunu özü də Google üzərindən, bugünkü gün 21-ci əsrdə yaşayırıq, artıq kifayət qədər ChatGPT, kifayət qədər var, informasiya ala biləcəkləri portallar, amma biz bütün tələbələrə individual olaraq, hətta bəzən tələbə soruşur ki, niyə 2 həftə? Biz birinci gün deyirik ki, müqavilə imzalandığı gündən 2 həftə müddət ərzində sizə detallı araşdırma təqdim olunacaq və bu araşdırma üzərindən biz tələbələrin artıq həm roadmap-i çizilir, həm də hansı universitetdən, hansı sənədlər toplanacaq, tələbənin üzərinə hansı öhdəliklər düşür, bizim üzərimizə hansı öhdəliklər düşür. Yaxşı, burada belə bir sual ortaya çıxır ki, tamam, biz şirkət olaraq hansı bir universitetləri təqdim etdik. Amma bunu standart olaraq hər il etdiyimiz bir şeydir və biz hədəflərimiz nədir, nə edirik ki, hər il daha çox
universitetlər olsun, daha çox tələbələrə variantlar təqdim edə bilək, daha çox təqaüdlərdən söhbət edə bilək artıq. Bunun belə deyək, ən gözəl nümunəsi mən hər zaman demişəm, hansısa bir tələbə gəlib mənə deyəndə ki, mən məsəl üçün Almaniyada təhsil almaq istəyirəm, siz mənə hansı universitet təklif eləyə bilərsiniz, hansı universitet təklif eləyə bilərsiniz? Mən əgər həmin universitetin, fərqi yoxdur bu, Avstraliya olsun, Amerika olsun, Kanada olsun, İngiltərə olsun, Avropanın bütün ölkələri olsun, mən əgər həmin universitetin yataqxanasına nəzər yetirməmişəmsə, mən onun yeməkxanasında yemək yeməmişəmsə, baxın, bu nə qədər önəmli bir məsələdir. Və sinif otaqlarında, laboratoriyalarda tədrisin necə keçirildiyinə fiziki olaraq onun sübutunu almamışamsa, mən onu hər hansısa bir valideynə, hər hansısa bir tələbəyə necə tam detallı şəkildə izah edə bilərəm və yaxud da necə tam əminliklə deyə bilərəm ki, okey, super, problem yoxdur, nəticələrimiz uyğundur, gəlin müraciət edək. Bu qədər safe ölkədir, bu qədər safe lokasiyada yerləşir universitet. Mən bu sizin sualınıza qüvvət olaraq bayaqlar sual verdiniz ki, konsultasiyalarda daha çox siz iştirak eləyirsiniz. Demək olar ki, 90% mən iştirak eləyirəm. Çünki mən birinci növbədə tələbəyə nə söz verəcəyimi bilməliyəm. Və bu sözü mən mütləq şəkildə 100% əmin ola biləcəyim bir söz verə bilərəm. Yəni təbii ki, burada söhbət qəbul prosesindən gedir. Viza prosesinə şirkət istisnasız hansı ölkə olur olsun, vizaya şirkət heç bir halda məsuliyyət daşıya bilməz. Sadəcə sənədləşmə işləri, prosedur necə aparılmalıdır ki, viza alınsın, buna support, dəstək olunmasını təbii ki, şirkət sizi istiqamətləndirir. Planlarımız, əsas planlarımız bizim burada ölkə səfərləridir. Yəni biz işlədiyimiz... Elə onu soruşacaqdım. Artıq axşam uçursunuz yenə. Bugün axşam da elə bir işgüzar səfərlə bağlı mən uçuram və indiki növbəti etapda bizim əsas hədəflərimiz yeni lokasiyalar, hansı ki, günün tələbinə uyğun mən görürəm ki, bizim cavanların artıq biraz fərqli ölkələrə, Yaponiya, Koreya, Çin, bu kimi ölkələrə maraqları var və bununla paralel olaraq hansı istiqamətlər, hansı akademik nailiyyətləri təqdim eləyə bilərik biz uşaqlara. Bununla bağlı biraz artıq yeni ölkələr, yeni təkliflər olacaq və ümumi olaraq yaşayaraq görərik. Yəni 2026 mən düşünürəm ki, çox möhtəşəm olacaq. Çünki çox uğurlu proyektlərimiz var. Layihələndirilməsi yaxın müddətdə olacaq. Biz də gözləyirik həyecanla. Ona görə mən düşünürəm ki, 2026 Limitless Group'un Everest'də olacaq, pik nöqtəsi olacaq. Bizi izləmədə qalın. Belə. Çox sağ olun bu səmimi söhbət üçün və tələbələrimizə də son olaraq müraciət eləyək və yekunlaşdıraq. Tamam. Tələbələri mən çox vaxt bayaqları bir tələbəmizlə də görüşdük, İlham bəylə. O da qeyd etdi ki, sizi çox görmürük, əsasən əməkdaşları görürük. Çünki mən belə deyək də 17 konsultasiyalardayam, görüşlərdəyəm, mitinqlərdəyəm və səslərini eşidirəm ancaq o bir otaqdan ki, gəldilər, sənəd verdilər, qəbul alındı və çox redki hallarda onlarla görüşürəm. Amma birinci valideynlə də, özü ilə də mütləq şəkildə mən özüm ilkin başda görüşürəm və təbii ki, bizim hər həftənin 6-cı günü bizdə follow-up günüdür. Bizdə bütün əməkdaşlar bilirsən ki, bizdə report günüdür. Bütün tələbələrin üzərindən keçirik. Onların xəbəri olmasa da arxa tərəfdə mən hər zaman varam. Son olaraq mən bütün 2025 tələbələrinin məzun adı alan, xaricdə məzun adını alan bütün tələbələri təbrik edirəm və gələcək həyatında uğurlar arzu edirəm. Arzu edirəm ki, harada olmasından asılı olmayaraq, yəni lokasiya heç bir əhəmiyyət kəsb eləmir və bu il ən savadlı uşaqlarla işlədiyimiz üçün mən deyə bilərəm ki, və əsas məhsuldar ilimizdir, söhbətin başlığında gətirdiyim cümlə də elə ona bağlıdır.
Çünki bu il müraciət edən tələbələrdə həqiqətən görünür ki, digər illərə nisbətdə daha çox savadlı kadrlar yetişir və bununla mən və ümumi komanda olaraq sadəcə fəxr edə bilərik. Çünki biz onlara onların gözəl, möhtəşəm кейslərinə sadəcə bir təkan olmuşuq və mən bütün valideynlərinə gözləri aydınlıq vermək istəyirəm və hamısını səmimi qəlbdən təbrik edirəm. Çünki mən bilirəm ki, mən valideyni ilə, maması ilə nəfəs alan bir adam olaraq, mən bilirəm ki, valideyn övladı üçün o an, sevinc anı nə qədər önəmlidir və o valideynlər ki, gəlir, o sevinc göz yaşları ilə bizə təşəkkür edir, onu heç bir sözlə ifadə etmək olmaz. Hər birinizə uğurlar, hər birinizi öpürəm. Səsiniz çox, 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 çox yüksəklərdən gəlsin.